Uşaqlar, hər vaxtınız xeyir. Bu gün mən sizə Bəxtiyar Vahabzadənin Şəhidlər poemasının izahını verəcəm. Çox qəşəng bir poemadır, həmçinin rahat bir poemadır. Ümid edirəm ki, bu poemada da çətinlik çəkməyəcəksiniz. İndi isə Şəhidlər poeması necə başlayır? Nə istəyir bu millət? Başlığı ilə başlayır. Gördüyünüz kimi, istəkləri gözündə, tələbləri dilində. Millət dənizə döndü, dənizin sahilində. Dalğalandı bu millət. Alışıb öz oduna, yandı, yandı bu millət. Dilsiz sağır göylərə, dirək oldu haqq səsi. Başlandı bu ölkənin meydan mübarizəsi. O zaman ki özümüz olduq öz dustağımız, qəlbimizə sığındı üç rəngli bayrağımız. Uşaqlar, şeirin bir hissəsini oxudum. Gördünüz ki, nədən söhbət gedir ən azından. Biz şeir dedikdə, yəni bu poema janrında yazılıbdır. Poemadırsa, biz burada lirik epik poema deyirik. Çünki burada süjet xətti yoxdur və ona görə buna lirik epik poema deyəcəksiniz. Daha sonra burada görürsüz ki, alt-altadır. Biz bunun bənd yoxsa beyt olduğunu görmürük. Amma deyə bilərsiniz ki, bəndlərdən də istifadə olunub. İndi keçdikcə siz görəcəksiniz ki, bəndlərdən də istifadə olunubdur. Bəs yaxşı, bunun vəzni hansı vəzindədir? Burada uşaqlar heca vəznindən istifadə olunub. Həmçinin burada sərbəstlik də var. Yəni sərbəst şeir vəznində deyə bilərsiniz ki, bəs mövzu nə idi burada? Mövzu 1990-cı ildə 20 yanvar hadisələrdir. Bəs biz başqa hansı əsərdə 20 yanvar hadisələrindən danışmışdıq? Daha sonra burada idea nə idi? Azadlıq istəyən hər kəs öz mübarizəsinə qurban verməyə hazırdır. Yəni ki, azadlıq istəyirsə, hər kəs yəni bu yolda qurban getməyə hazırdır. Bu isə onun ideyası idi. Uşaqlar, problem nə idi? Problem də 11-ci Qızıl Ordudan danışır burada. Mübarizəyə qalxan xalqın qətlə yetirilməsi, yəni Qızıl Ordu tərəfindən xalq qətlə yetirilirdi və poemada tərənnüm ön plandadır. Lakin burada təhkiyə elementləri yoxdur. Tərənnüm ön planda olduğuna görə məhz bu poema lirik epik poema adlanır. Əgər təhkiyə öndə olsaydı, epik lirik poema adlanardı. Əsər deməli hansı hissələrdən ibarətdir bəs? Burdan yazaq sərgəli şəkildə. Deməli əsərimiz proloq hissədən, yəni giriş hissədən ibarət olacaq və burada 17 fəsil var və ən sonda da son söz hissəsindən ibarətdir. Fəsillərin hər birində ayrı mövzudan danışır. Görürsüz, nə istəyir bu millət, təzadlar içində fərqli-fərqli bir başlıqlar verilibdir bizə. Əsərdə təsvir olunduğu kimi 20 yanvar adi bir qırğın deyil, Sovetin bir siyasəti kimi burada verilibdir. Və burada yenə deyirik ki, vətəndən danışır. Həmçinin poemada proloq 9 bənddən ibarətdir. Hər bənddə ay Allah sözü işlənibdir. Sadəcə burada yenə də ixtisarla işlənibdir. Keçək indi əsərin izahına. Şeirlər içərisində sizə bütün incə məqamları deyəcəm. İstəkləri gözündə, tələbləri dilində. Millət dənizə döndü, dənizin sahilində. Burada millətin dənizə dönməsindən deyirdi. Dalğalandı bu millət. Alışıb öz oduna, yandı, yandı bu millət. Bax, burada deyir ki, millətin yanması öz oduna görə oldu. Bu nəyə görə belə deyir? Deyir, yəni biz o vaxt Sovet qurulanda Çar Rusiyasında işləyirdi. Çar Rusiya Sovetə kömək eləyirdi. Halbuki həmin Sovet sonradan döndü. 11-ci Qırmızı Ordu olanda bizi gör qıran kim oldu da? Yəni öz odumuza özümüzü yandırdıq. Biz özümüzü yandırdıq. Dilsiz sağır göylərə dirək oldu haqq səsi. Başlandı bu ölkənin meydan mübarizəsi. O zaman ki özümüz olduq öz dustağımız. Və burada deyir, özümüz öz dustağımız olduq. Yəni onu deyir ki, biz vaxtilə kömək etdik, amma özümüz öz dustağımız olduq. Qəlbimizə sığındı üç rəngli bayrağımız. O vaxt ki azadlığın işartısı göründü, qəlbimizdə bir anda dəlib keçdi o bayraq. Bax deyir, azadlığın adicə bir işığı görünəndə həmin bayraq bizim qəlbimizi dəlib keçirdi. Qəlbimizdən boylanıb ələ keçdi o bayraq. Qəlbimizdə boyanıb burada uşaqla metafor işlənibdir. Yəni bayraq boylana bilməz. Bir məqsədə calandı, əllərdə dalğalandı. Qatil bunu görüncə pozdu cəlalımızı, qanımıza boyandı bizim hilalımızı. Birinci nə istəyir bu millət idi? İkinci başlıq təzadlar içindədir. Yalana, riyaya nə qədər uyduq. Biz Qızıl Orduya abidə qoyduq. Həmin Qızıl Ordu günün birində bizim qanımızı tökdü. Və deyir, biz Qızıl Orduya abidələr qoyduq, amma Qızıl Ordu nə etdi? Bizim qanımızı tökdü. Qatil bizimlə bir o gecə həm də haqq həqiqəti tutdu qurşuna. Yəni deyir, qatil həmin gecə haqqı da, həqiqəti də qurşuna tutdu, gülləyə tutdu. Hansı göstərişlə gəlibmiş görən silahsız kütləni bu qıran ordu. Deyir, yəni göstərsin də hansı göstərişlə, səbəb nə oldu ki, Qızıl Ordu
Valla bu vəhşəti törədə bilməz, ən qəddar qudurğan, çıldıran ordu. Şər üçün nə qayda, nə şəhərət, nə qan. Bu imiş haqq işi Qızıl Ordunun. Haqq işi görürsüz dırnaq içərisində yazılıb ki, yəni qızıl işi haqq işi deyirdi. Yəni bu oldu ki, kimdir bəs ölənlər? İnanmaq çətin. Dünən Rusiya üçün can verənlərin, şəhid düşənlərin şəhid ovladı. Deyən dünənə qədər Rusiya üçün vuruşanların övladları bu gün şəhid oldular. Əfsus, eyni olur şəhidin adı. Deyir, o da şəhiddir, bu da şəhiddir. Sən bir işə bax, o nəyin uğrunda öldü, bu nəyin uğrunda? Deyir, yəni atalar öldü Rusiya uğrunda, bugünkülər də öldü. Rusiya ilə döyüşdə də bilirsiz necə. Yəni dünənə qədər Sovetə kömək eləyirdilər ataları, amma bu gün Sovet gəldi, övladlarını öldürdü. O şənbə gecəsi, o məlun gecə birdən üzə çıxdı bu fərq gör necə. Ədalət də, gerçək də vallah yoxdur o gecə. Bu deyir ki, bu gecədə ədalət yoxdur. Haqq boğdu o gecə, tun zirehli ilanlar, haqqımızı nə anlar, həqiqəti yalanlar. Güncə sıxdı o gecə. Kimə deyim dərdimi? Qəsbkar namərdimi? Burada baxın bədii sualdır. Gözdən axdı o gecə. Yəni deyir 70 ilin dərd qəmi. Uşaqlar, deməli burada 1990-cı ildən danışırsa, 70 ilin dərd qəmi deyirsə, 1920-ci il nə yarandı 1920-də? Sovet yarandı, Sovet gəldi. Və deyir ki, 70 ilin dərd qəmini mən gözümdə toplamışam. Və bu 70 ilin dərd qəmini gözdən axdı o gecə. Ağladı da. Analar amanından sinələr oldu şan-şan. Şəhidlərin qanından şimşək çaxdı o gecə. Qara geydi bu vətən. Vətənin qara geyməsi burada yasdır, yasa batması deməkdir. Buna siz simvol da deyə bilərsiniz ümumiyyətlə. Çünki qara geymək yas olmasına işarədir. Yox hayında bir yetən. Həyata hamilə ikən ölüm doğdu o gecə. Bu burada bir məcazilik var. Deyir ki, yəni biz gözləyirdik ki, müstəqillik olacaqdı. Yəni həyat yəni gələcəyə də. Amma deyir, halbuki ölüm oldu. Nə deyək bu vəhşətə? Bu zülmətə, bu dəhşətə, Allah bu müsibətə necə baxdı o gecə? Ertəsi Bakının küçələrindən yudular millətin qızıl qanını. Yuya biləcəkmi o cəllad görən, qanla ləkələnmiş öz vicdanını? Gecənin yarısı hər yan qan qada, qırmızı güllələr uçur havada. Özünü itirmir adamlar yenə, yetirir özünü hay haraya. Maşınlar bir yanda, çiyinlərdə də yaralı daşınır xəstəxanaya. Deyir, maşınlar bir yandadır, amma çiyinlərdə yaralılar xəstəxanaya daşınır. Güllə vıyıltısı, bu acı səsdən titrəyir, lərzəyə gəlir binada. Amansız soldatlar keçir qəsdən, bütün çıraqları xəstəxanadan. Gör necə böyüşmüş bizə qəzəbçin. Burada göründü qalmadığında. Çarəsiz həkimlər indi neyləsin? Əməliyyat gedir şam işığında. Səhər açılanda adamlar bir-bir yığılıb gəlir. Qan vermək istəyir yaralılara. Deyir, adamlar yaralılara qan vermək istəyir, amma həkimlər çarəsizdir. Çünki işıq yoxdur. Həmin soldatlar işıqları belə kəsibdilər. Yəni ermənilər işıqları kəsibdilər. Amma insaf ara, qan tökən ara. Soldatlar töküldü, hey axın-axın. Döyüşə-döyüşə baxdı dörd yana. Tutuldu bir anda xəstəxananın həyatı bağçası güllə barana. Heç kəs bu sifətdə görməyib şəri. Hələ bəs deyilmiş tökülən qanlar. Xəstəyə qan vermək istəyənləri bir anda içində dağıtdı onlar. Yəni görürsüz, qan vermək istəyənləri belə qoymurdular ki, qan versinlər. Ertəsi Bakının küçələrində yudular millətin qızıl qanını. Yuya biləcəkmi o cəllad görən qanla ləkələnmiş öz vicdanını? Bax, burada da o hissə var idi, burada da var. Yəni eyni hissə təkrar olunur. Növbəti hissə eşq olsun sizə adı ilə başlayır. Bəzən öz-özümə düşünürəm mən. Nahaq şəhid oldu bizim canım. Bax, şair birinci hissədə deyir ki, şəhidlərimiz nahaq şəhid oldu. Amma sonradan fikrin dəyişir ki, yox, şəhid olmaqla onlar bizə nələri göstərdilər. Bax, bu hissədə deyir. Ömrünü ucuz deyə verdi onlar. Boş yerə ölməyin nə mənası var? Hətta onların ölməyini boş yerə adlandırır əsərin əvvəlində. Sonra düşünürəm, onlar qorxmadan cumdular ölümün üstünə belə. Bir iş görmədilər yaşayan zaman, qəhrəman oldular ölümləri ilə. Görürsüz sonradan fikrini nə gözəl təsdiqləyir. Deyə birinci mən düşünürdüm ki, şəhidlərimiz boşuna oldu. Amma deyə sonradan deyirəm ki, yaxşı ki də, yəni onlar bizə cəsarət öyrətdilər. Doğrudan da elədi də. Deyə onlar cumdular ölümün üstünə. Bir iş görmədilər deyir yaşayan zaman, amma onlar ölümləri ilə qəhrəmanlıq adını aldılar. Haqqı bu dünyaya bildirdi onlar. Deyən şəhidlər haqqı bildirdi. Millətin qəlbinə qəsdən salınmış qorxu iblisini öldürdü onlar.
O gecə dağlarda enən sel təki qəzəbdən köpürüb daşdı millətim. O şənbə gecəsi ürəyindəki qorxu hasarını aşırdı o millətim. Bu ölüm, bu qırğın dərs olsun bizə. Deməyək boş yerə candan keçsilər. Və öz dediyin sonunda təkzib edir. Onlar şəhid olub millətimizə cəsarət dərsini təlim keçsilər. Xəyal bir çiçək də bitirə bilməz. Bu gündən sabaha körpə olmasa. Azadlıq ağacı bar verə bilməz, şəhidlər qanı ilə suvarılmasa deyə, yəni şəhid qanı olmasa azadlıq da ola bilməz. Baxıb sinələrə axan al qana, buludlar kişnədi, göy qan ağladı. Buludların kişnəməsi, göyün ağlaması metafor nümunəsidir. O şənbə gecəsi vətən başına elə vətən boyda qara bağladı. Azadlıq verilmir, alınır, dayan. Deyir, yəni azadlıq verilmir, azadlığı gərək qanla alasan. Onun elçisidir ölüm. Azadlığın elçisi kimi nəyi adlandırıb ölümü. Qanqada ölümə, cəfaya hazır olmaya millət hazır deyil azadlığa da. Yalın əllər ilə tanklar üstündə atılan cavanlar eşq olsun sizə. Siz təsdiq etdiyiniz azadlığın da halal olduğunu millətimizə. Şəhid rütbəsinə qalxan cavanlar, sinəsi hər zülmə qalxan cavanlar. Böyük Nəsiminin, Babəkin xeyir duasını aldı o gecə. Burada hansı şəxsiyyətlərin adı çəkiləcəkdir? Nəsimi ilə Babəkin adı çəkilibdir. Zamandan irəli sıçrayıb yəqin, tarix tək qaldı o gecə. Bu ittiham, bu sual şəhidlərin birləşən hər yasında səslənir. Fərzənin, İlhamın Ay yox, burada nə tez getdim deyirəm bu haradır? Bu hissədə qaldıq. İkinci hissə uşaqların matəm mərasimidir. Qəzəb şimşəyindən hər baxış nida. Hər üzdə, hər gözdə bir sual ağlar. İnsan dənizinin dalğalarında üzür asta-asta tabut qayıqlar. Gör nə gözəl bənzətmə yaradıb ki, deyir, yəni insan dənizidir. Yəni ölənlər, deyir, onların tabutunu da qayıqlara bənzədirdi. Xalq dözə bilsə də bu zülmün şərə, yanır gözlərində kini nifrəti. Alıb tabutları çiyinlərinə Allaha göstərir bu cinayəti. Deyir, yəni tabutlarla göstərmək istəyir ki, bax bu cinayət nədir? Qızıl qərənfillər əllərdə min-min, şəhidlər önündə bir an dondular. Fədakar oğullar Rəsulzadənin bayrağı altında dəfn oldular. Bax, deməli, harada şəhidləri dəfn elədilər? Rəsulzadə. Bilirik də Rəsulzadə 1918. Daldı bir anlığa sükuta göy yer. Millət ürəyini sükutdan asdı. 18-də ölən köhnə şəhidlər, 18 dedikdə 1918-i nəzərdə tutur. Deyir, yəni təzə şəhidləri bağrına bastı. Onların yanında bastırılır. Deyir, yəni 18-də ölən şəhidlər yeni şəhidləri də bağrına bastı. Növbəti isə ağı biz neyləmişik? Şəhidlər xiyabanı, dilə gəlir məzarlar. Axı biz neyləmişdik? Bu ittiham, bu sual, şəhidlərin birləşən, deyir, hər yasında səslənir. Deyir, həmin səs, həmçinin Fərizənin, İlhamın, çırağı söndürülmüş, çomasında səslənir. Axı biz neyləmişik? Ağsaqqal babaların, ağbirçək nənələrin duasında deyir səslənir. Axı biz neyləmişik? Daha sonra harda səslənir? Məktəbli Larisanın qara rentə tutulmuş partasında səslənir. Bax, ölənlərin adını sayır da. Hamısı dilə gəlib deyir, biz neyləmişik? Günahsız qurbanları baş daşında səslənir. Qurbanların baş daşında. Onlar yetim qalan körpə balanı, yetim qalan körpələrin. Axı biz neyləmişik? Bu ittiham bağrına dağ çəkilən ən qocaman bir millətin dodağında səslənir. Axı biz neyləmişik? Cavab verən olmadı. Boğuldular bir millət. Axı biz neyləmişik? Deyən o haqq səsini. Deməli, kimlərin səsində səsləndi uşaqlar? Fərizənin, İlhamın evində, ağsaqqal babalarla ağbirçək nənələrimizdə, məktəbli Larisanın partasında, daha sonra günahsız qurbanların baş daşında səslənirdi və ən sonda millətin dilində səslənirdi ki, axı biz nə eləmişik? Amma deyir, cavab verən olmadı. Çadırlar quruldu kəndə, şəhərdə. Bəlkə məlhəm idi, matəm bu dərdə. Döndü yaz evinə bütün məmləkət. Deyir ki, bu dərdə dərman kimi nəyi götürürlər? Matəm. Yəni deyir, ölənlərin matəmini tutmaqla bəlkə də biz dərdimizə dərman edəcəkdir. Kasıb ocaqda da qazan asıldı. Yası matəm ilə çarəsi millət elə bir qatildən intiqam aldı. Bax, testlərdə düşür ki, millət qatildən necə intiqam alırdı? Matəm qurmaqla. Matəm qururdular, işə getmirdilər. Beləliklə də onlar intiqam almaq üçün belə eləyirdilər. Gücsüzün aldığı deyir intiqama bax. Zorun qarşısında sustuq hamımız. 40 gün yas saxlamaq, işə çıxmamaq oldu üsyanımız, intiqamımız. Canlı da, cansız da ağlayır bu gün. Matəm içindədir ölkə büsbütün. Ölkə deyəndə metafor, metonimiya nümunəsi var. Ölkədəki insanlar. Qızıl qərənfillər, qara bayraqlar.
Xalqın kədərinə bircə qan ağlar. Şəhidlər. Qatil gülləsinə qurban gedərkən gözünü sabaha dikdi şəhidlər. Üçrəngli bayrağı öz qanları ilə vətən torpağına çəkdi şəhidlər. Zalım ölünməsin zülmləri ilə, min bir böhtanı ilə, min bir şəri ilə, həqiqət uğrunda ölümləri ilə ölüm çamına çəkdi şəhidlər. O şənbə gecəsi o qətl günü mümkünə döndərdi çox namümkünə. Xalqın qəlbindəki qorxu mülkünü o gecə dağıdıb sökdü şəhidlər. Tarix yaşadıb diləyimizdə, bir yumruğa döndük o gecə bizdə. Yığıb köləliyi ürəyimizdə, cəsarət mülkünü tikdi şəhidlər. Qaraca torpağı qiymətləndirir, donan vicdanları qeyrətləndirir. Axı el qeyrəti çəkdi şəhidlər, dözdü hər zilliyyətə, dözdü hər şeyə, dünyada mənim də haqqım var deyə kütləni xalq edən müqavilə ilə, qanı ilə qolunu çəkdi şəhidlər. İnsan insan olur öz hünəri ilə, millət millət olur xeyir şəri ilə. Torpağının bağrına cəsədləri ilə azadlıq toxumunu. Demək, azadlıq toxumunun səpən kimlər idi? Şəhidlər. Xalq şairi Bəxtiyar Vahabzadə 1990-cı illərdə qanlı yanvar hadisələrinə həsr edibdir şəhidlər poemasını. Burada milli azadlıq ön planda idi. Poemada 20 yanvar şəhidlərinin azadlıq mücadiləsi günlərində göstərdiyi qəhrəmanlıqlar tərənnüm edilmişdi. Əlləri günahsız insanların qana bulanmış qatilləri ümumxalq nifrəti var idi. Poemada milli azadlıq mübarizəsinin qəhrəmanlarının ümumiləşdirilmiş parlaq bədii obrazı yaradılıbdır. Şəhidlər qəhrəmanlıqdan günahsız yerə qətlə yetirilməsindən danışan əsərdə nikbin ruh, gələcəyə inam var idi. Əsərdə vətən uğrunda həlak olmuş Azərbaycan şəhidlərinin ana torpağı bağrına azadlıq toxumu səpən milli qəhrəmanlar kimi söz açılıbdır. Şəhidlər poeması bütün varlığı ilə xalqına bağlı olan Bəxtiyar Vahabzadə öz haqqı olan azadlığı istəməkdən başqa heç bir günah olmayan, yüzlərlə insanı qətlə yetirən imperiyanın siyasətinə qarşı üsyan qaldırmışdı. 20 yanvar gecəsində gedən yol bir neçə il əvvəldən başlanır. Bu fikir poemada da ifadə olunmuşdu. Yəni 1918-ci ildə. Poemada həmin gecənin müəyyən məqamlarına yer verilmiş. Əsgərlər xəstəxanalarda belə güllə atmaqdan çəkinmir. İşıqlar qəsdən söndürülür, qırmızı güllələr gecənin zülmətini pozurdu. Küçələr yuyularaq insan qanından təmizlənirdi. Amma onların unutduqları bir məsələ var ki, küçələri təmizləmək olar. Amma vicdana düşən ləkəni isə təmizləmək əsla olmayacaqdır. Şəhidlərin dəfn olunması səhnəsi poemaya daxil edilmişdi. Burada tabut aparırdılar çiyinlərində, matəm saxlayırdılar. İnsan dənizində üzən tabutları qərənfil yağışı içində xiyabana aparılmasından bəhs edilibdi. Rəsulzadənin üçrəngli bayrağı altında dəfn olunmuşdu şəhidlərimiz. O zaman müstəqilliyə qovuşmadığımız üçün üçrəngli bayraq sevgisi ancaq qəlblərdə yaşayırdı. Amma həmin gün bayraq üzə çıxır. Şəhidlərin uyuyacağı yer də təsadüf olmur. 18-ci ildə azadlıq uğrunda ölən şəhidlərin dəfn olunduğu xiyaban ikinci dəfə şəhid məzarlığı qəbul edir. Deyir 18-də ölən şəhidlər təzə şəhidləri bağrına bastı. Təzadlar içində hissədə isə poemanın ən bitkin hissəsidir. Dərindən düşündürür oxucunu. Burada nədir ki, gecənin əsas hadisələri baş verdiyi ərazidə xilaskar adlandırılan Qızıl Ordunun abidəsi var idi. Həmin Qızıl Ordu günahsız insanların qanı tökməkdən çəkinmədi. Biraz yaxın tarixə boylansa Qızıl Ordunun tərkibində vuruşan və canından keçən həmvətənlərimiz olmuşdu. Yəni buna görə bu əsərin hissəsi təzadlar adlanır. Deyir ki, atalar döyüşürdü Qızıl Ordu üçün, əksinə oldu da təzad. Təzad nədir? Əks. Axı biz nə etmişik? Qərənfillər içində yan-yana düzülmüş şəhid məzarları, bomboş qalmış şəhid evləri burada danışırdı. Ümumiyyətlə hər kəs bu sualı verirdi, amma buna cavab ala bilmirdilər. 20 yanvar şəhidlərinin əziz xatirələrinə həsr olmuş Şəhidlər poeması milli azadlıq ədəbiyyatımızın kamil nümunəsidir. Müəllif əsərdə yeni nəsilləri vətənimizin azadlıq və müstəqilliyinin qoruyacağını olan əminliyini dilə gətirir. Şəhidlər azadlığımızın simvoludur, onlar unudulmazdır. Poemada bədii xüsusiyyətləri şairin kamil bir sənətkar olduğunu bir daha da təsdiqləyir. Həmçinin burada Şəhidlər poemasında şairin keçən əsrin sonlarında xalqımızın həyatında baş vermiş tarixi hadisələrdən də danışırdı. Və burada oğul və qızlarımızın şəhidlik zirvəsinə yüksəlməsi qürurverici bir hadisə kimi dəyərləndirilmişdi. Əsər poema janrında yazılıb, nəzmlə yazılıb, lirik poemadır, süjet xətti yoxdur. Təhkiyə əsaslanmır burada. Bunun üçün də təhkiyə əsaslanır, vay süjet xətti var fikri olsa yanlış götürəcəksiniz. Milli Azadlıq Hərəkatının kamil nümunəsidir. Burada İlham Fərizə Larisanın adları çəkilirdi. Daha sonra azadlıq verilmirdi, övladların sayəsində alınırdı. Bugünkü müstəqilliyimiz həmin cüzdanlarını qurban verən şəhidlərimizin qanı ilə suvarılır. Matəm mərasimində 18-ci ildə şəhid olanlar xatırlanır. Axı biz nə eləmişik sualına cavab verilmirdi burada.
40 gün yas saxlamaqla, işə çıxmamaqla cəzalandırmaq üçün eləyirdilər. Azadlıq uğrunda mübarizə aparan xalqın şəhid verməsi qürurverici bir hadisə idi. Torpağın bağrına azadlıq toxumu səpirdi şəhidlər. Əsərdə ideyası kimi müstəqillik istəyən xalqa öz mübarizəsini qurban verməyə hazır olması hesab edilirdi. Uşaqlar, əsərin digər təhlil hissəsini də özünüz kitabdan oxuyarsınız. Əsərin izahı bu qədər. Sağ olun, salamat qalın.